Salam dəyərli həmkarlar, dəyərli fabrik məsləhətçiləri. Bu günlər sizə fabrikin yeni versiyası ilə sifariş vermağın qaydasını başa salacağam. Demək, hər kəs Google-dan öz şəxsi kabinetinə daxil olur və əvvəlki qaydada yuxarıda sağ küncdə gördüyümüz, baxın, sağ küncdə gördüyümüz adamcığa vurduq. Görürsünüz ki, öz səhifəmdəyəm. Sifarişi necə vururuq? Əvvəlki qaydada sifarişi rəsmiləşdirin bölümünə vururuq. Burada 3 bölüm açılır. Flash kataloq, sürətli sifariş və xidmətin sifarişi. Biz vururuq sürətli sifarişə və yeni səhifəyə keçid edirik. Bizim yeni səhifədə necə sifariş yerləşdirəcəyik? Mən sizə ona başa salacağam. Bir neçə məhsul artıq səbətimə atacağam ki, görəsiniz. Deməli, biz yuxarıda lupa şəklini görürsünüz. Bax, bu bizim yeni səhifəmizdir. Lupa şəklinə vurduq. Biz məhsulun kodunu yazırıq. Hansı məhsulu istəyirik? Məsələn üçün 2585 əl üçün laf kremi. Bunu əlavə etmək üçün əlavə et düyməsinə vuracaq. Əgər bir neçə dənə istəyiriksə plus şəklinə vuracaq. Azaltmaq istəyiriksə minus şəklinə vuracaq. Biz istəmirik, bir ədəd istəyirik və atdıq səbətə. Əlavə et düyməsinə bastıq. Artıq səbətdədir. Və yenidən, əgər biz bir məhsul, yenə də yeni bir məhsul sifariş vermək istəyiriksə, yenə də bax bu lupa şəklində vurduq. İstədiyimiz məhsulları səbətimizə əlavə edirik. 3295 70 ekspert kraskası əlavə et və mən bunu da artıq səbətimizə əlavə etmiş oldum. Ondan sonra yenə də bunu sildik. Yenə nə istəyirik? 3240 langilot ətri olmalıdır. Bəli, langilotun böyük millisi. Bunu əlavə edirəm və bildiyiniz kimi langilot ətirlərində bizim aksiyalarımız var. İstənilən 2 məhsul vurduqda məhsul ucuz gəlir. Və biz burada vururuq langilotun digər bir məhsulunu 0533. Bunu əlavə etdikdən sonra mən sizə səbəti necə bağlayırıq onu göstərəcəm və davam et. Aşağıda gördüyünüz bu davam et düyməsinə vurduq. Davam et. Gəldik çıxdıq bizim aksiyalar bölümümüzə. Yəni alış-verişə görə bonuslar bölümümüzə. Səhifəni sürüşdürürük. Bax bizə burada göstərir. Məsələn, biz alış-verişə görə dilində çaşdı. Hansı məhsullar bizə aksiya ilə gəlir? Baxın, demək, tonal krem, ayaq balzamı, istənilən fabriklik əl və ayaq kremi 55% endirimdə, sonra istənilən saç lakı. Sürüşdürdük, biz bunlara heç birinə baxmırıq. Əgər bağlamaq istəyiriksə sifarişi, davam et düyməsinə basacağıq. Bu da kataloqdur. Deməli, biz artıq yeni iş sifarişə görə yeni kataloqumuzda düşür və kimlərcə VIP məsləhətçidir. VIP bölümündən buradan məhsulları seç bölümünə vurub seçə bilər. Məndə 8-ci kataloqun VIP-i, 9-cu kataloqun VIP-i və 10-cu kataloqun VIP-i var. Budur. Mən sifarişi heç nə əlavə etmədən bağlamaq istəyirəm. Bax, bu da paketlərdir. Hansı ki biz əvvəllər bu səhifəni görürdük. Bax, paketlər bölümü, biz burada istəsək paket, məhsulu seç bölümünə vuracaq. Davam et düyməsini basıram. Heç nə əlavə etmirəm. Davam et düyməsinə basdıqda mən hansı məntəqəyə vurmuşam? Bax, bunu göstərir. Məntəqəni dəyişdirmək də olar. Tutaq ki, mən Astara yox, başqa Bakıya vurmaq istəyirəmsə, buradan dəyişdir bölümünə vuracağam və hətta burada göstərir. Kataloq qiyməti ilə 33 manat 96 qəpik, mənim qiymətimlə bu qədər, neçə bal verdi, onu da göstərir. Və yekun 25 manat 82 qəpik. Təsdiq et, sifarişi təsdiqlə düyməsinə vursam, təsdiqlənəcək. İndi mən təsdiq edirəm. Sifariş təsdiqləmə mərhələsindədir. Və sifarişi təsdiqlədikdən sonra necə açmaq lazımdır, indi onu da göstərəcəm sizə. Budur, mənim sifarişim bağlandı. Biz səhifəni yuxarı sürüşdürərək sifarişdə nə vurmuşuqsa onu görə bilirik. Məsələn üçün, langilot ətri 2 ədəd vurduq deyə langilot seriyasından ucuz gəldi bizə. Bu əvvəlki qaydada göstərir. Kataloq qiyməti, ambar qiyməti, ballar, neçə məhsul vurulub, onu göstərir və hansı məntəqəyə vurulub, onu göstərir. Sifarişi necə açırıq? Əvvəlki qaydada. Ya sifarişi silə bilərik, ümumiyyətlə, əgər toplamağa hazırdırsa, ya təsdiqi ləğv edə bilərik və yaxud da ödənişə keçə bilərik. Biz təsdiqi ləğv edirik. Yox, ümumiyyətlə ləğv etmirik və sifarişi ümumiyyətlə silirik. Çünki mən bunu video çəkmək üçün yığdım korzinkaya. Hərəkət uğurla başa çatdırıldı. Bu deməkdir ki, artıq mənim səhifəmdə sifariş yoxdur. Bax, bu gördüyünüz sifariş artıq silinmişdir.